Salam əziz Bugün sizə çox vacib bir oyun göstərirəm. Azərbaycan yığması ilə oynayanda Ukraynaya qarşı Batumidə biz qalıb geridəydik və yarışda düzləsən bir oyunu qalib gəldim. Belə bu da çox vacib bir oyun oldu. Ağlarla Andrey Valakitinə qarşı E4, C5, at 3, D6 və Naydırfa getdik biz burada. Düzləsən Valakitinlə Naydırfı gözləyirdim. Və burada mən F4 gelişini oynadım. Uzun desəm, bizim yeni yetmə şahmatçımız Xəzər Babazadə son zamanlar video 2 gedişi ilə son dünya çempionatında Aleksey Saran'a, Lüçan Guli kimi şahmatçılar qalib gəldi. Amma o zaman o oyunları görməmişdim və ona görə F4 oynadım. E5, at B3. Maraqlı geliş at B3 çünki at F3 gelişi də var amma at B3 çox da popüler deyil. At C6 F5, fil E7. Fil D3. Burada mənim rəqibim demək olar ki, yarım saatdan çox vaxt itirdi və J6 gelişini oynadı. Düzün desə mən ondan qaldırma gelişini gözləyirdim, amma J6 oynadı. Burada mən də bir yarım saata yaxın fikirləşdim və yox, 43 dəqiqə fikirləşdim və fil C5 gelişini oynadım. Çox maraqlı bir geliş idi, çünki mən oyun vaxtı fikirləşdim ki, bu Sveshnikov tipli bir vəziyyətə dönür. Alırıq və Sveshnikov tipli vəziyyətdə fil E7, fil J7 və J7, E4 piyadaları çox vaxt olmur. D5, qala qurma, top J8, fil H4, B5. Düzün desəm, mən rəqibdən buradan at J4 gelişini gözləyirdim və F6 oynamaq istəyirdim burada. At F6 vursa, fil F6, fil F6. Vəzir F3 kimi bir gelişlər fikirləşirdim oyun vaxtı. Məncə rəqibim burada F6'dan sonra kompüter analizindən sonra burada fil B4 gelişi var və fil B4'dan sonra çox gərgin bir mübarizə ola bilərdi. Amma B5 də çox məntiqli bir gelişdir. Şah H1, Şah H1 çox məntiqlidir çünki şah vəzir B6 kimi şahlara düşməsin. Fil B7 və burada çox güclü fil F6, fil F6, at C5 gelişi. Top A7. Vəzir H5 bütün figurlarım oyundadır. Və burada mənim rəqibim məncə son səhvə buraxır və at 7 gelişini oynuyor. At 7 gelişindən sonra vəziyyət çox pasif olur və top A1'dan sonra vəzir B6, B4 və E4 gelişini yer və burada əlbəttə ki fil E4 ya at E4, at E4, D-yə fil E4. Baxmayaraq ki qaralar fil üstündür, amma qaraların şahı çox zəifdir və demək olar ki, vəziyyət ağlarda çox uduş vəziyyətindir. Fil C8, vəzir H6, top J4 və burada kimi maraqlıdırsa video pauza basa bilər və burada ağların ən güclü gelişini tapmaq üçün. Bəli, tapdızsa at E6. At E6 və at E6'dan sonra demək olar ki, oyun bitir. F-yə tamam, top E4 vursa vəzir F8 mat var. Fillə vursa yenə vəzir F6 gelişi var. Tamam, burada top E4 vursa vəzir H8, at C8, G8, şah 7 və F6 gelişindən sonra çox gözəl bir mat olur. Rəqibim F6 vurur, vəzir F6, top C8, fil F3, sakit gediş. Burada daha çox gelişlər də vardı, amma fil F3 daha məntiqlidir. F7, vəzir F7, top D1 və burada rəqibim çox vacib bir qalibiyyət idi Avropa çempionatında 8-ci turda və bu qalibiyyətlə biz Ukrayna yığmasına qarşı qalib gəldik. Sağ olun, genel görüşdə.